Rusiya prezidenti Vladimir Putin ilk dəfə Kuril adalarına səfər edib. Yenavaz.com TASS istinadlı xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumata görə Rusiya prezidenti arxipelaqın ən böyük adası olan İturub adasına səfərə gedib. Digər tərəfdən Yaponiya Xarici İşlər Nazirliyi bəyanat yayaraq Putinin səfəri ilə bağlı Rusiyaya sərt etirazını bildirib. Nazirlik qeyd edib ki, Kuril adalarının şimal əraziləri, o cümlədən İturub, tarixi və hüquqi baxımdan Yaponiya ərazisidir. Qeyd edək ki, Rusiya dövlət və hökumət liderləri əvvəllər Kuril adalarına 5 dəfə səfər ediblər. Dmitri Medvedev 2010-cu ildə Rusiya prezidenti, 2012, 2015 və 2019-cu illərdə isə Rusiyanın baş naziri kimi Kuril adalarında səfərdə olub. 2021-ci ildə isə Rusiyanın baş naziri Mikhail Mishustin İturub adasına səfər edib. Xatırladaq ki, Moskva və Tokyo 2-ci Dünya müharibəsindən sonra sülh müqaviləsi üzrə danışıqlar aparırlar. Bunun qarşısında əsas maneə Cənubi Kuril adalarına dair hüquqlar üzərində fikir ayrılığıdır. Belə ki, müharibədən sonra bütün arxipelaq SSR-yə birləşdirilib. Lakin Yaponiya İturub, Kunashir, Shikotan və bir qrup kiçik yaşayış olmayan adaların mülkiyyətinə etiraz edir.